Salam hörmətli izləyicilər, valideynlər, müəllimlər, 6-cı sinif şagirdlər. Bu gün yenə də sizə yeni formatlı bir monitorinq izahını vermək istəyirəm. Qeyd edim ki, bu sualları da yenə Orxan müəllim yazmışdır və sağ olsun. Digər bu üçüncüsüdür. Digərlərini isə artıq izah etmişik. Kanalda var. Keçid edib baxa bilərsiniz. Həmişə dediyim kimi siz əvvəlcə uşaqlar sualları oxumağa çalışın, sonra mətnə keçin. İndi mən sizə mətn oxuyuram. Birinci mətn. Görünməz qəhrəman. Qədim bir kəndin kənarında, uca dağların ətəyində balaca bir ev var idi. Bu evdə Tofiq babası ilə birlikdə yaşayırdı. Kənd cəmaatı Tofiqi çox sevir, çevikliyinə görə ona hörmət edirdilər. Bir gün kəndə güclü sel gələcəyi barədə xəbər yayıldı. Hamı təşviş içində idi. Çünki kəndin aşağı hissəsindəki köhnə körpü hələ möhkəmləndirilməmişdi. Tofiq bilirdi ki, əgər körpünün dayaqları dözməsə, sel suları onu aparacaq və kəndin digər tərəfi ilə əlaqə kəsiləcəkdi. O, heç kimə bir söz demədən öz köhnə arabasını götürüb çaya tərəf yollandı. Bütün gecəni ay işığında iri daşları daşıyıb körpünün təməlinə düzdü. Əlləri qabar olmuşdu. Yorğunluqdan ayaq üstə dura bilmirdi, amma dayanmırdı. Səhər açılıb sel gələndə kəndlilər qorxu ilə çay kənarına qaçdılar. Lakin körpünün yerində möhkəm dayandığını görəndə hamı təəccübləndi. Tofiq isə bir kənarda ağacın kölgəsində yuxuya getmişdi. Kənd ağsaqqalları onun əllərindəki palçığı və yorulmuş halını görəndə hər şeyi başa düşdülər. O gün Tofiq təkcə körpünü deyil, kəndlilərin birliyini və ümidini də xilas etmişdi. Birinci sual. Tofiq harada və kiminlə yaşayırdı? Biz yuxarıda oxuduq. Tofiq dağ ətəyində babası ilə yaşayırdı. Baxın, burada birinci abzasda var. Bu evdə Tofiq babası ilə birlikdə yaşayırdı. İkinci sual. Kənd cəmaatı Tofiqi nə üçün çevik oğlan adlandırırdı? Çox danışdığı üçün, həmişə vaxtında gəldiyi üçün, cəld və bacarıqlı olduğu üçün, yaxşı dərs oxuduğu üçün. Təbii ki, ən uyğun cavab hansıdır uşaqlar? C bəndi. Cəld və bacarıqlı olduğu üçün. Üçüncü suala keçək. Üçüncü sualda deyilir. Mətnə görə sel gələndə kəndlilər ən çox narahat edən nə idi? A bəndi heyvanların tələf olması, B bəndi yağışın kəsilməməsi, C bəndi körpünün dayanıqsız olması və əlaqənin kəsilmə qorxusu, əkin sahələrinin su altında qalması. Təbii ki, biz oxuduq. Bunun cavabı C bəndi idi. Körpünün dayanıqsız olması və əlaqənin kəsilmə qorxusu idi. Hamı baxın, bu birinci abzasın sonuncu cümləsində hamı təşviş içində idi. Çünki kəndin aşağı tərəfi hələ möhkəmləndirilməmişdi. Körpünün dayaqları dözməsə, sel suları onu aparacaq və kəndin digər tərəfi ilə əlaqə kəsiləcəkdir. Cavab oldu C bəndi. Dördüncü sual. Tofiq nə üçün heç kimə xəbər vermədən işə başladı? Kimsə ona kömək etməyəcəyi üçün belə bir fikir yoxdur. Kəndlilərdən incik olduğu üçün deyil, babasına qorxduğu üçün deyil. Cavab olur B bəndi. Vaxt itirməmək və işi səssizcə bitirmək istədiyi üçün bu işə başladı. Cavab oldu B bəndi. 5-ci sual. Mətndəki qabar olmuşdu ifadəsi Tofiqin hansı vəziyyətini göstərir? Onun çox qorxduğunu, yox. Onun əllərinin soyuqdan donduğunu, Tofiqin tənbəllik etdiyini uyğun gəlmir. Cavab B bəndi. İşin çox ağır olduğunu və böyük zəhmət çəkdiyini. Çünki mətndə oxuduq ki, biz o səhərə kimi daş daşımışdı və bu çox ağır iş idi, böyük zəhmət tələb edirdi. 6-cı sual. Mətnin sonuna əsasən hansı nəticəni çıxarmaq olar? Sonu nə idi? Baxın, sonuncu, yəni nəticə hissəsini bir də baxsaq. Baxın, son cümlələr oxuyaq. Kənd ağsaqqallar onun əlindəki palçığı və yorulmuş halını görəndə hər şeyi başa düşdülər. O gün Tofiq təkcə körpünü deyil, kəndlilərin birliyini və ümidini xilas etmişdi. Burada cavab qəhrəmanlıq üçün bütün mütləq hamının bilməsi lazımdır. Xeyr, çünki o bilməsi üçün çalışmırdı.
Təbiət hadisələrinə qarşı mübarizə aparmaq mənasızdır. Xeyr, uşaqlar ağır işlərdə məşğul olmamalıdırlar. Fikri yoxdur. Cavab yenə də burada olacaq. B bəndi. Bəzən bir nəfərin fədakarlığı bütün cəmiyyəti xilas edə bilər. Bəli, Tofiq bütün kəndi xilas etmişdi tək başına. 7-ci sual. Mətndəki hadisələrin səbəb-nəticə əlaqəsini müəyyən edin. Səbəb. Tofiq gecə boyu daş daşıyıb təməli möhkəmləndirdi. Bunun nəticəsi nə oldu uşaqlar? Təbii ki, C bəndi. Sel gələndə körpü yerində möhkəm qaldı. Cavab bu olmalıydı. Digər cavablar isə uyğun gəlmir. Sonra 8-ci sual. 8-ci sualda deyilir, mətn ideyasına uyğun gələn bir atalar sözü yazın və seçiminizi əsaslandırın. Bu mətnə bir çox atalar sözü uyğun gələ bilər. Məsələn, belə demək olar. Sağ əl verdiyini sol əl bilməz. Bu nəyə uyğun gəlir uşaqlar bu atalar sözü? Sağ əl verdiyini sol əl bilməz. Yəni heç kimə xəbəri olmur. Tofiq bu yaxşılığı edərkən, kənd üçün, körpü üçün bu yaxşılığı edərkən heç kim bilmirdi. Yəni həmin körpüyə gəlincə, çayın yanına gəlincə heç kim bilmirdi. Sonra yəni buna uyğun bəzi atalar sözlər tapa bilərsiniz ki, bir də belə bir atalar sözlər deyə bilərik ki, zəhmət çəkməyən bal yeməz. Tutaq ki, uşaqlar, bu atalar sözünü siz yazdınız. Fərqi yoxdur. Buna oxşar digər atalar, yaxşılıqla bağlı bəzi atalar sözlər tapıb yaza bilərsiniz. Düşünün, yəni yadınıza salıb yaza bilərsiniz. Zəhmət çəkməyən bal yeməz atalar sözünü yazırsınızsa, təkcə həmin atalar sözünü yazıb qoymayın. Mütləq ardından burada bizdə deyilir ki, baxın, seçiminizi əsaslandırın. Yəni bu atalar sözünü niyə seçmisiniz, onu əsaslandırmalısınız ki, sizə tam bal versinlər. Məsələn, bu atalar sözü üçün deyə bilərsiniz ki, əgər Tofiq yaxşı yaşamaq istəyirdisə, təbii ki, zəhmət çəkməli idi və bunu da etdi. Tofiq istədi ki, həm özü, həm kəndi təhlükəsiz vəziyyətdə yaşasın. Bunun üçün zəhmət çəkdi. Əgər belə bir cavab yazsanız, artıq sizin tam balınız olacaqdır. İndi keçək ikinci mətnimizə. İkinci mətnin adı nə adlanır? İnformativ mətindir. Dünyanın ağciyərləri, tropik meşələr. Əvvəlcə mətni oxuyaq, amma siz mən hər dəfə dediyim kimi, əvvəlcə sualları oxuyun, tanış olun, sonra mətnə keçin. Yer kürəsinin ekoloji tarazlığını qoruyan ən mühüm amillərdən biri tropik meşələrdir. Bu meşələr planetimizin cəmi 6%-ni əhatə etsə də, dünyadakı bitki və heyvan növlərinin yarısından çoxuna ev sahibliyi edir. Alimlər bu bölgələri dünyanın ağciyərləri adlandırırlar. Çünki onlar atmosferdəki karbon qazını udaraq bizə lazım olan oksigeni istehsal edirlər. Tropik meşələr yalnız oksigen mənbəyi deyil, həm də nəhəng bir təbii aptekdir. Bugün tibbdə istifadə olunan dərman bitkilərinin 25%-dən çoxu məhz bu meşələrdən əldə edilir. Məsələn, bəzi tropik bitkilər xərçəng və digər ağır xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Maraqlıdır ki, indiyə qədər elm adamları tropik bitkilərin yalnız 1%-ni tam araşdıra biliblər. Bu da o deməkdir ki, meşələrin dərinliklərində hələ kəşf olunmamış minlərlə şəfalı bitki var. Lakin bu möhtəşəm təbiət möcüzəsi hazırda böyük təhlükə altındadır. Kənd təsərrüfatı üçün yer açmaq, ağac materialı əldə etmək və yeni yollar çəkmək məqsədi ilə hər il milyonlarla hektar meşə sahəsi məhv edilir. Meşələrin qırılması təkcə heyvanların yuvasız qalmasına deyil, həm də qlobal istiləşmənin sürətlənməsinə səbəb olur. Tropik meşələri qorumaq təkcə təbiəti deyil, bütün bəşəriyyətin gələcəyini xilas etmək deməkdir. Bəli, belə bir mətindir. İndi biz keçək, suallarımıza baxaq, görək suallarda nə deyilir. 9-cu sual. Tropik meşələr yer kürəsinin neçə faizini əhatə edir? Biz bayaq oxuduq. Baxın, burada birinci abzasda yazılıb ki, qələmlə göstərim.
Bu meşələr, yəni tropik meşələr planetimizin 6%-ni əhatə edir. Baxın 6. Burada bəzi faizlər var, ona görə diqqətli oluruq uşaqlar. Mütləq mətnə bir daha baxırıq. Cavab oldu burada hansı? Təbii ki, B bəndi 6%. Alimlər tropik meşələri nə üçün dünyanın ağciyərləri adlandırırlar? Çünki yenə də belə bir cümlə var mətndə. Baxın, bu cümlə olduğu kimi mətndə var. Atmosferdən karbon qazını udaraq oksigen istehsal etdikləri üçün alimlər onu dünyanı ağciyərlər adlandırırlar. Yenə də biz mətndən baxaq. Bu birinci abzasdadır yenə də həmin cümlə. Alimlər bu bölgələri dünyanın ağciyərləri adlandırırlar. Ümumiyyətlə uşaqlar çalışın, mütləq mətndən istifadə edin. Çünki 6-cı sinif suallar elə mətnin içində olur. Ona görə diqqətlə mətni sual işləyərkən bir daha baxırıq. Mətnə əsasən müasir tibbdə istifadə olunan dərmanların neçə faizi tropik bitkilərdən əldə edilir? Bu cavabda yenə burada var. Göstərim bunu sizə. Bugün tibbdə istifadə olunan dərman bitkilərin 25%-dən çoxu. Və həmin cavabda burada biz görürük. Mətnə əsasən müasir tibbdə istifadə olunan dərmanların faizi C bəndi 25%-dən çoxudur. 12-ci sual. Mətnin ikinci abzasında əsas fikir nədir? Yenə də mətnin ikinci abzasına mütləq baxırıq. Bu ikinci abzasda, bu hissədə nədən danışıldı? Tibbdən danışıldı. Həmin ağacların təbii aptek rolunu oynamağından danışıldı. Sonra bəzi xəstəliklərin dərmanı olduğundan, yəni ümumiyyətlə tibbdən hansı əhəmiyyəti var, ondan danışıldı. 12-ci sualın cavabında biz belə deyə bilərik. Mətnin ikinci abzasında əsas fikir tropik bitkilərin tibbi və elmi əhəmiyyəti. Baxın, bundan danışıldı. Cavab oldu burada C bəndi. Mətndəki tibbi aptek ifadəsi hansı mənada işlənmişdir? Meşənin içində laboratoriya olması. Xeyr, belə bir fikir yox idi. Bitkilərin müalicəvi xüsusiyyətlərə malik olması. Alimlər meşədə dərman satması, belə bir fikir yoxdur. Meşənin çox təmiz və saf olması, belə bir fikir yoxdur. Cavab oldu burada hansı bənd? B bəndi. Bitkilərin müalicəvi xüsusiyyətlərə malik olması. Cavab oldu burada B bəndi. Keçək 14-cü sualla. Mətnə görə meşələrin məhv edilməsinin səbəblərindən biri deyil. Meşələrin məhv edilməsinin bəzi səbəbləri göstərilmişdir. Bir daha biz mətndə buna baxaq. Baxın, sonuncu abzasda yazılıb ki, lakin bu möhtəşəm təbiət möcüzəsi hazırda böyük təhlükə altındadır. Kənd təsərrüfatı üçün yer açmaq, ağac materialı əldə etmək, yeni yollar çəkmək məqsədi ilə hər il milyonlarla hektar meşə sahəsi məhv edilir. Burada 3 dənə xüsusiyyət yazılır. Baxın, deməli, kənd təsərrüfatı üçün yer açmaq, ağac materialı əldə etmək, yeni yollar çəkmək. Həmin bu cavablar olmamalıdır. Baxın, burada 14-cü sualda məhv edilməsinin səbəblərindən biri deyil. Kənd təsərrüfatı üçün yerlərin açılması, bu var. Odun və ya ağac materialı əldə edilməsi var. Yeni nəqliyyat yollarının çəkilməsi var. Hansı yoxdur? Heyvanların təbii artımı. Bu yoxdur. B bənd cavab. 15-ci sual. Meşələrin qırılması ilə qlobal istiləşmə arasında hansı əlaqə necə izah olunur? Meşələrin qırılması, yəni qlobal istiləşməyə necə təsir edir? Bunun cavabını tapaq. Ağaclar azaldığı üçün karbon qazı atmosferdə toplanır və istiliyi artırır. Meşələr azaldıqca oksigen çoxalır. Belə bir fikir ola bilməz. Meşələr qırıldıqca yağışlar çoxalır. Bu da ola bilməz. Heç bir əlaqə yoxdur. Yox. Cavab olacaq A bəndi. Ağaclar azaldığı üçün karbon qazı atmosferdə toplanır və istiliyi artırır. Cavab oldu burada A bəndi və 16-cı sual açıq sualdır. Müəllifin tropik meşələri qorumaq üçün bəşəriyyətin gələcəyini xilas etmək deməkdir. Tropik meşələri qorumaq bütün bəşəriyyətin gələcəyini xilas etmək deməkdir. Fikir nə?
münasibətinizi mətndən bir faktla əsaslandırın. Bir fakt yazsanız, baxın uşaqlar, bura bir fakt yazsanız bəsdir. Hansı faktla əsas, həm fakt yazırsınız, həm də əsaslandırırsınız. Məsələn, belə bir fakt yaza bilərik ki, insan sağlamlığı üçün lazım olan oksigenin böyük hissəsi buradadır. Tropik meşələrdədir. Bunu yaza bilərik. Çünki mətndə də göstərilirdi ki, demək, oksigenin 25%-i həmin meşələrdə, tropik meşələrdədir oksigenin 25%-i. Bu belə yaza bilərsiniz. Sonra yaza bilərsiniz ki, yəni həmin oksigenin yox olması və yaxud daha doğrusu tropik meşələrin yox olması tibbi inkişafın qarşısını ala bilər. Yəni əgər tropik meşələr qırılarsa, onda həm atmosferə ziyan gəlir, həm də tibbə ziyan gəlir. Bu belə bir fikirlər yaza bilərsiniz, amma mütləq əsaslandırmalısınız. Oradakı cümləni köçürə bilərsiniz, düzdür, amma sonra öz fikriniz, yəni əsaslandırmanız olmalıdır. Bu oldu açıq sual. Sonra keçək biz digər mətnə. Argumentativ mətn. Məktəblərdə vahid geyim forması lazımdırmı? Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da məktəblərin vahid geyim forması geyinməsi məsələsi həmişə müzakirə olunur. Bəzilər bunun lazımsız olduğunu düşünsə də, vahid geyimin şagirdlər üçün bir çox üstünlüklər vardır. Birincisi, vahid geyim forması şagirdlər arasında sosial bərabərliyi təmin edir. Məktəb hər kəsin eyni imkanlara sahib olduğu bir təhsil ocağıdır. Müxtəlif maddi imkanları olan ailələrin övladları eyni geyimi geyindikdə geyimə görə bir-birindən fərqlənmirlər. Bu da şagirdlər arasında yarana biləcək qeyri-bərabərlik və ya psixoloji narahatlıq hissini aradan qaldırır. İkincisi, məktəb forması şagirdlərdə intizam və məsuliyyət hissini artırır. Şagird bu formanı geyinərkən artıq özünü oyun meydançasında deyil, ciddi bir təhsil mühitində hiss edir. Bu, onun dərslərinə də yaxşı fokuslanmasına kömək edir. Həmçinin hər gün bu gün nə geyinim sualı üzərində düşünməmək şagirdin vaxtına qənaət edir. Nəticə olaraq deyə bilərik ki, məktəb forması yalnız bir geyim deyil, həm də bərabərlik və nizam-intizam rəmzidir. O, diqqəti zahiri görünüşdən əsas hədəfə, elm və təhsilə yönəltməyə xidmət edir. Keçək suallarımıza. Suallarda deyilir. 17-ci sualda. Mətnin ikinci abzasındakı intizam və məsuliyyət hissi argumentini müəllif nə ilə əsaslandırır? Həmin bu intizam, baxın uşaqlar, intizam və məsuliyyət hissi sözləri mətnin içində biz oxuduq. Haradaydı? Üçüncü abzasın birinci cümləsinə baxaq. İkincisi, baxın, ikincisi məktəb forması şagirdlərdə intizam və məsuliyyət hissini artırır. Şagird bu formanı geyinərkən artıq özünü oyun meydançasında deyil, ciddi bir təhsil mühitində hiss edir. Eyni cavab, eyni cümlə biz 17-ci sualda görürük. Baxın, burada yazılıb ki, şagird özünü oyun meydançasında deyil, ciddi bir təhsil mühitində hiss edir. Cavab C bəndi. Yəni, çox asandır. Siz mətnə baxıb işləsəniz, uşaqlar, çox asandır. Altına xətt çəkilmiş fərqlənmirlər sözü mətndə hansı mənada işlənmişdir? Yenə biz mətnə baxaq. Baxın, burada yazılı fərqlənmirlər. Həmin cümləni oxuyaq. Müxtəlif maddi imkanları olan ailələrin övladları eyni geyimi geyindikdə geyimə görə bir-birindən fərqlənmirlər. Yəni, varlı, kasıb, fərqi yoxdur. Hər bir uşaq eyni geyimi geyindikdə bir-birindən fərqlənmir. Bunun cavabı nə ola bilər? Eyni dərslərdən eyni qiymətlə alırlar, yox. Hamısı eyni nəqliyyatdan gedir, yox. Şagirdlər hamısı eyni idman növü ilə məşğul olur, yox. Zahiri görünüşlərinə görə digərindən biri digərinə üstün görünmür. Cavab oldu C bəndi. 19-cu sual. Müəllifin mövqeyinə əsasən məktəb formasının əsas məqsədini ən dəqiq hansı ifadə edir? Müəllifin mövqeyinə görə diqqəti zahiri fərqliliklər yayındırıb əsas hədəfi elmə yönəltmək. Bu cavab özüdür.
də həmin cümləni yenə göstərirəm. Bütün şagirdlər eyni rəngdə sevməsi deyil, şagirdlər asudə vaxtla səmərə keçirməsi deyil, valideynlər məktəb işlərini belə bir fikirlər yoxdur. Həmin A bəndindəki cümləni bir daha sizə göstərim. Bu sonuncu cümlə idi deyəsən. Bəli, baxın sonuncu cümləyə. Burada deyilir ki, o, yəni şagird diqqəti zahiri görünüşdən əsas hədəfə, elm və təhsilə yönəltməyə xidmət edir. Bəli, Vahid geyim buna xidmət edir. Bu oldu ikinci mətnin sualları. İndi keçək üçüncü mətnə. Üçüncü mətndə oxuyaq təlimat verici mətn. Kitablara qayğı ilə davranış, istifadə qaydaları. Kitab bilik mənbəyidir və onlardan düzgün istifadə etmək hər bir şagirdin borcudur. Kitablarınızın uzun ömürlü olması və yeni kimi qalması üçün aşağıdakı təlimatlara əməl edin. Təmiz əllər. 1. Kitab oxumağa başlamazdan əvvəl əllərinizi mütləq yuyun. Çirkli əllər vərəqlərdə ləkələr buraxır və kağızın tez korlanmasına səbəb olur. Yemək və içki. Oxu zamanı kitabın yanında yemək yeməyin və ya su içməyin. Təsadüfən tökülən bir damcı su və ya yağ ləkəsi kitabı tamamilə yararsız hala salır. Vərəqlənmə qaydası. Vərəqləri çevirərkən barmağınızı islatmayın. Həmçinin vərəqlərin küncünü qatlamayın. Harda qaldığınızı bilmək üçün xüsusi kitab nişanlarından, əlfəcinlərdən istifadə edin. Qeydlər. Kitabın üzərində qələm və ya flamasterla qeydlər aparmayın. Əgər vacib məlumatı qeyd etmək lazımdırsa, ayrıca bir dəftərdən və ya yapışqanlı kağızlardan istifadə edin. Saxlanma yeri. Kitabı oxuduqdan sonra onu masanın üzərində açıq və ya üzü üstə qoymayın. Onu kitabın cildinin qırılmasına səbəb olur. Onu rəfə, dik şəkildə yerləşdirin. Bu sadə qaydalara əməl etməklə siz kitabların ömrünü uzada və onları gələcək dostlarınıza da ötürə bilərsiniz. Kitab haqqında maraqlı fikirlər, təlimatlar oxuduq. 20-ci sualda deyilir. Təlimatın 3-cü bəndinə əsasən oxuduğunuz yeri itirməmək üçün nə etməliyik? 3-cü bənd hansı idi? 3-cü bənd vərəqlənmə qaydası idi. Biz burada nə oxuduq? Vərəqin küncünü qatlamalıyıq. Xeyr, belə bir əslində qatlamayın deyirdi burada. Sonra kitabı açıq şəkildə üzü üstə qoymalıyıq, əksinə qoymamalıyıq. Həmin səhifə xüsusi kitab nişanlarını istifadə etməliyik. Yəni, oxuduğumuz yeri itirməmək üçün biz xüsusi kitab nişanları və yaxud kağızdan istifadə edirik ki, həmin hissəyə kağız qoyuruq və asanlıqla oxuduğumuz hissəni tapırıq. Cavab oldu C bəndi. Həmin səhifəyə qələmlə işarə qoymalıyıq. Bu da yanlış. Cavab oldu C bəndi. Mətndəki yararsız sözünü hansı sözlə əvəz etmək olar? Qiymətli, yeni, rəngli yox, istifadəyə yararsız, yəni korlanmış mənasında işlənir. Keçək digər suala. Digər sualımız 22-ci sualdır. Bu təlimatın yazılmasında əsas məqsəd nədir? Kitablar necə çap olunduğunu izah etmək, şagirdlər maraqlı kitablar tövsiyə etmək, oxucunu kitabdan düzgün istifadə qaydaları ilə tanış etmək, oxucu kitabları necə düzgün oxumalıdır? Hansı qaydalardan istifadə etməlidir? Bu haqda söhbət getdi. Sonuncu D bəndinə də baxaq. Kitabxanalara üzv olmağın yollarını göstərmək. Bu da yanlış fikirdir. Kitabxanalardan burada danışılmalıdır. Keçək sonuncu mətnə. Əməli yazı nümunəsi. Annotasiya. Əməli yazılı növlərindən birisi də uşaqlar annotasiyadır. Annotasiyanı siz 5-ci sinifdə keçmisiniz. Annotasiya ümumiyyətlə nə deməkdir? Annotasiya o deməkdir ki, kitabın, məqalənin, film və ya verilişin qısa məzmunu. Bu da əsas kitabdan söhbət gedir. Yəni, hər hansı bir kitabın qısa məzmunu və yaxud verilişin və yaxud filmin fərqi yoxdur. Qısa məzmuna annotasiya deyilir. Bu mətndə isə yazılıb. Bu əsər, yəni Dıqtıq xanım nağılı üçün yazılıb. Abdullah Şaiqin. Bu əsər kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuşdur. Nağılda qələmimizdən istifadə eləyək. Kiçik yaşlı
Məktəblər üçün. Nağılda təkliyə son qoymaq istəyən Tıq-tıq xanımın özünə dost axtarmasından, bu yolda başına gələn maraqlı hadisələrdən bəhs edilir. Əsər oxucuları dostluqda sadiq olmaq və düzgün seçim etməyə səsləyir. Annotasiyanın əsas vəzifəsi nədir? Əsəri tam şəkildə köçürmək yanlışdır. Əsərdəki orfoqrafik səhvləri düzəltmək yanlışdır. Müəllifin həyatı yanlışdır. Oxucuya əsərin məzmunu haqqında qısa və yığcam məlumat vermək. Cavab oldu B bəndi. Verilmiş nümunəyə əsasən annotasiyada aşağıdakılardan hansı qeyd olunub? Nağılın 2 səhifədən ibarət olduğunu görmədik. Tıq-tıq xanımın geyimlərinin rəngini görmədik. Nağılın hansı dildə və harada çap olunduğunu görmədik. Amma gördük ki, əsərin kimlər üçün, bax burada xətt çəkmişəm altından, kiçik yaşlı məktəblər üçün və əsas mövzusu nədir? Onun dost axtarması, başına gələn əhvalatlar, Tıq-tıq xanımın, sonra təkliyə son qoymaq istəməsi və s. Cavab oldu C bəndi. Və sonuncu 25-ci sual, annotasiya yazarkən hansı xüsusiyyətə mütləq əməl olunmalıdır? Çox uzun və detallı olmalıdır. Xeyr. Şeir formasında yazılmalıdır. Elə bir fikir yox idi. Məlumatlar qısa, aydın, cəlb edici olmalıdır. Yalnız müəllifin ailəsi haqqında məlumat verilməlidir. Bu yanlışdır. Müəllifin ailəsi haqqında heç bir məlumat verilmir. Cavab olur C bəndi. Çünki biz dedik ki, annotasiya qısa olmalıdır və aydın, cəlb edici. Cavab oldu C bəndi. Bugünkü monitorinq sualları bu qədər. Yəqin ki, sizin üçün yararlı oldu. Bu videonu əgər monitorinqlə ardın gəlməsini istəyirsinizsə, digər bu formada olan monitorinqlə ardın gəlməsini istəyirsinizsə, bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.